düzgün qidadan başlayır. Paxlalların periferik damar xəstəliklərinə faydaları. Paxlallar, yəni bütün növ lobya, noxud, mərci və yaşıl noxud bir çox vacib qida maddələrinin əla mənbəyidir. Vitaminlər, minerallar, lif, antioksidantlar. Və təkcə əla mənbə deyil, bəlkə də ən ucuz və ən əlçatan qida mənbəyidir. Puluna görə qida dəyərinə baxdıqda isə 4 paxlalı açıq şəkildə fərqlənir. Pinto lobya, mərci, qara lobya və kidney lobyası. Məhz bu qida keyfiyyəti artıq çəkiyə, insulin müqavimətinə, yüksək xolesterinə, iltihaba və oksidativ stresə müsbət təsir göstərə bilər. Bunların hamısı ürək-damar xəstəlikləri üçün əsas risk faktorlarıdır. Bəs daha çox lobya yeyən qadın və kişilərdə ürək xəstəlikləri daha az olurmu? Görünür ki, paxlalların daha çox qəbulu cəmiyyətdə koronar ürək xəstəliklərinin əsasən qarşısının alınması üçün pəhrizin vacib hissəsi ola bilər. Yəni xəstəlik yaranmadan öncə. Amma bir sual yaranır. Bəlkə daha çox lobya burritosu yeyənlər sadəcə daha az mal əti burritosu yeyirlər. Bunu da nəzərə alıblar. Ət qəbulu, meyvə-tərəvəz istehlakı, siqaret, fiziki aktivlik hamısı nəzərə alınıb və yenə də paxlalı yeyənlər daha qorunmuş görünürdü. Qeyd edək ki, ən yüksək qrup paxlalları həftədə 4 və ya daha çox dəfə yeyənlər idi. Mən isə öz Daily Dozen tövsiyəmdə paxlalları gündə 3 dəfə yeməyi məsləhət görürəm. Kosta-Rikada isə hər gün lobya yeyən kifayət qədər insan tapmaq mümkün oldu və doymuş yağ, xolesterin kimi amillər nəzərə alındıqdan sonra belə gündə bir porsiya lobya infarkt riskini 38% azaltmışdı. Bəs insanlar daha uzun yaşayırmı? Bəli, görünür ki, ümumi ölüm riski 8% daha aşağı idi. Yenə də digər qida faktorları nəzərə alındıqdan sonra. Əlbəttə, hər şeyi tam nəzarətdə saxlamaq olmur. Səbəb-nəticə əlaqəsini isə yalnız bir yolla sübut etmək olar, test etməklə. Randomizə olunmuş, nəzarətli və müdaxilə tipli tədqiqatlar göstərib ki, lobya qəbulu pis xolesterini açıq şəkildə azaldır. Və bu nəticə yeni deyil, hələ 1962-ci ildən məlumdur. Əvvəl xolesterin ölçülür, sonra pəhrizə lobya əlavə olunur, daha sonra isə lobya çıxarılır. Nəticə aydındır, lobyanın glisemik indeksi aşağıdır, doymuş yağı azdır, liflə, kalyumla və bitki zulalı ilə zəngindir. Bu xüsusiyyətlərin hər biri tək-tək belə qan təzyiqini aşağı sala bilir. Bəs lobya tək başına qan təzyiqini salırmı? Bu suala cavab vermək üçün sistematik icmal və meta-analiz lazım idi. Və belə bir analiz aparıldı. Nəticə göstərdi ki, lobya qəbulu başlanğıc səviyyədən asılı olmayaraq qan təzyiqini həqiqətən azaldır. Yaxşı, lobya damar xəstəliklərinin qarşısını ala bilər, bəs geri çevirmə necə? Yəni gündəlik lobya qəbulu soya istisna olmaqla periferik arteriya xəstəliyi nəticəsində yaranan damar pozğunluğunu yaxşılaşdıra bilərmi? Bu xəstəlik ayaqlara gedən qan axınının azalması nəticəsində yaranır. Səbəb isə yuxarı damarlarda yığılan aterosklerotik lövhələrdir. Soya kömək edə bilər, bəs digər paxlallar? Bu məqsədlə 26 nəfər periferik arteriya xəstəsinə 8 həftə boyunca gündə bir porsiya noxud, mərci və yaşıl noxud qarışığı verildi. Xəstəlik adətən topuq qol indeksi ilə ölçülür, yəni topuq təzyiqinin qol təzyiqinə nisbəti. Bu göstərici 0,9-dan aşağı düşərsə, ayaqlara qan axınında tıxanma var deməkdir. Amma bir neçə həftə lobya yedikdən sonra əlamətdar artım müşahidə olundu. Hətta 26 iştirakçıdan 4 nəfər 8 həftədən sonra yenidən normal aralığa qayıtdı. Burada nəzarət qrupu yox idi, amma adətən bu xəstəlikdə vəziyyət yaxşılaşmır, pisləşir. Tədqiqatçılar belə nəticəyə gəlirlər. Paxlallarla zəngin qidalanma damar funksiyasını əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.